Şəxsi tikili, geniş variant, sayğaclarına qədər hazır vəziyyətdə. Yaşayışlı evli, kombi xətti, kombi radiatoruna qədər hamısı tam qaydasında. Qiymətin qabaqcadan deyirəm 51.000 manata deyilir. Evimiz 2 sotun içində, sağ-sol ara məsafəsi var. Həyətin tam etdaşı, burada yüngül bağ hissəsi ayrılıb. Sanitar sancaylımız həyətyanı sahəsindədir, evin daxilində deyil. Amma imkan var ki, alan adam istəyinə görə evin daxilində də bir dənə sanitar qovşağı yarada bilər. Burada evimizin sanitar qovşağı gördüyünüz kimi addenlidir. Qapısı birbaşa öz məhəlləsinə baxır, tupik deyil, altı daş kürsülüdür. Burada da ara məsafəsi yetərincədir. Pitminotkası qoyulub. Keçid edək, daxili ilə tanış olaq, videonu çox uzatmadan. Belə bir yüngül koridor hissəsidir. Yəni sanitar qovşağını burada eləmək olar bəzi dəyişikliklərdən sonra. Koridor sistemli, geniş bir dənə koridor qarşılayır bizi. Evimizin sol tərəfində ən balaca otağı buradır. Nəzərinizdə olsun. Havoyuna qədər vurulub hissəsidir. Evimizin yataq dəsti, kondisioner və mətbəx mebeli qalacaq. Buradakı yataq dəsti elə. Qalan bütün əşyalar çıxacaq. Kombinin radiatorunu da görürsünüz yəqin. Hər otağa məxsus özünə radiatoru var. Burada da yəni bir dənə yataq otağımız çox genişdir də. Yəni bu qonaq otağıdır bura. Yataq otaqları bu ikisidir. İstəkdən asılıdır ki, hansını necə istifadə etmək istəyir, eləyə bilər. Qaz işığı var, su artizan quyu suyu. Qiymətimiz 51.000 dedik. Reallıq olsa danışarıq. Qəsəbə binə Saxozda, Trend yoldan içəriyə Ata Market tərəfə, yarımçıq məscid tərəfdədir. Buyurun əlaqə saxlayın.